Xoş gördük, hörmətli MTV izləyiciləri. Bugünkü mövzumuz klassik şərq ədəbiyyatı və ədəbiyyatda qadın mövzularıdır. Qonağımız isə filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimovadır. Xanımzər xanım, xoş gəlmisiniz. Çox sağ olun Şəmimə xanım. Təşəkkür edirəm dəvətinizə görə. Mən də sizi salamlayıram. Ədəbiyyat zamanın cəmiyyətin, mədəniyyətin, mənəvi irsimizin əksidir və şərq ədəbiyyatında qadın mövzuları əsrlər boyu mürəkkəb təkamül yolu keçib, mifoloji gözəllik, ilahi sevgi, qəhrəmanlıq, fədakarlıq və maariflənmə mərhələlərini adlayıb. Bu baxımdan danışaq. Təşəkkür edirəm. Əvvəla mən şərq ədəbiyyatı haqqında məlumat vermək istəyirəm. Şərq ədəbiyyatı zəngin fəlsəfi düşüncəsi, yüksək bədii dəyəri və humanist ideyaları ilə dünya mədəniyyətinin ən qiymətli xəzinələrindən biridir. Şərq ədəbiyyatı minilliklər ərzində formalaşmış fəlsəfi düşüncəni, mənəviyyatı, əxlaqı, sevgi və insanın daxili aləmi kimi mövzularda xüsusi diqqət yetirilmişdir. Onun əsas məqsədi insanı yalnız estetik zövq vermək deyil, insanı mənəvi cəhətdən zənginləşdirmək, ona həyat və insanlıq haqqında mənəvi cəhətdən insanı zənginləşdirmək kimi insana bu cəhətləri aşılamaqdan ibarətdir. Və təbii ki, bu cəhət şərq ədəbiyyatındakı bu səbəblər bugünkü günümüzə qədər aktuallıq kəsb edir. Şərq ədəbiyyatı əsasən Yaxın Şərq, Orta Şərq, İran, Hindistan, Ərəb ölkələri, Azərbaycan, Çin və digər Asiya xalqlarının yaratdığı ədəbi irsə daxildir. Şərq ədəbiyyatının kökləri qədim dövrə gedib çıxır və ilk yazılı nümunələr qədim Mesopotamiya, Çin və Hindistan mədəniyyətində yaranmışdır. Və zaman keçdikcə başqa ölkələrin mədəniyyəti ilə əlaqələr genişlənmiş və bu başqa ölkələrin də ədəbiyyatları formalaşmağa başlamışdır. Qeyd edim ki, şərq ədəbiyyatının təkmilləşməsində, şərq ədəbiyyatının inkişafında mərhələlərlə müəyyən dinlərin meydana gəlməsi, müəyyən dinlərin yaranmasının da böyük rolu olmuşdu. Qeyd edək ki, istər İslam dini, istər Buddizm, istər Hinduizm kimi dünya görüşləri ədəbi əsərlərin məzmununa güclü təsir göstərmişdir. Bir baxış keçirək şərq ədəbiyyatının əsas xüsusiyyətlərinə. Şərq ədəbiyyatının əsas xüsusiyyətləri məsnəvi və fəlsəfi düşüncə. Yəni, burada şərq ədəbiyyatında müəllif insanın bu tərzdə yaratmaqla insanın kamilləşməsinə, həyatın mənası, xeyirlə şər arasında mübarizəyə, xeyrin şərə qalib gəlməsi mövzusunda bu mövzuda əsərlər yaratmışdır. Növbəti şərq ədəbiyyatının əsas xüsusiyyətlərindən biri də simvolizm və məcazlardır. Qeyd edək ki, müəlliflər öz şeirlərində ən çox simvollardan və məcazlardan istifadə edərək oxucusuna öz fikrini çatdırmışdır. Məsəl üçün, onların şeirində gül sevgini, bülbül aşıqı kimi təsvir edərək oxucu kütləsinə çatdırmışdır fikrini. Növbəti şərq ədəbiyyatının əsas xüsusiyyətlərindən biri də didaktik əxlaq məsələləridir. Qeyd edək ki, şərq ədəbiyyatına diqqət yetirdikcə, xüsusilə ərəb ədəbiyyatında da bu izlənilməkdədir. Orta əsrlərdə əsasən müəlliflər əsərlərində didaktik mövzulara çox yer vermişdilər və bu didaktik mövzularda insanları əxlaqa, mənəvi keyfiyyətlərinin yüksəlməsinə, insanları bir növ müsbət hərəkətlərə çağırmağa çalışmışdılar. Və şərq ədəbiyyatının əsas xüsusiyyətlərindən biri də şeirə üstünlük verilməsidir. Və o dövrdə bildiyimiz kimi poeziya güclü inkişaf eləmişdir və poeziyada qəzəl, qəsidə, rübai, məsnəvi kimi janrlar meydana gəlmişdir.
Şərq ədəbiyyatının biz görkəmli nümayəndələrini əsas qeyd eləmək istəyərdik. Şərq ədəbiyyatının görkəmli nümayəndələri məsəl üçün Firdovsi öz əsərlərində fundamental əsəri onu biz Şahnaməsini qeyd edə bilərik ki, Şahnamədə İran hökmdarlığı və Şərq ədəbiyyatının tarixi haqqında bu əsərdə əsas deməli mövzular yer almışdır. Növbəti biz Nizami Gəncəvini misal göstərə bilərik. Nizami Gəncəvi də təbii ki, Şərq intibahının ən böyük nümayəndələrindən biridir. Hamıya məlum olduğu kimi onun xəmsəsi dünya şöhrətli bir əsər olmuşdur. Mövlanə Cəlaləddin Rumidən misal gətirə bilərik. Mövlanə Cəlaləddin Rumi isə əsasən onun tanınmış əsəri Məsnəvisidir. Bu Məsnəvidə ilahi eşq, insan sevgisi və kamillik tərənnüm olunur. Şərq ədəbiyyatında biz Sədi Şirazini misal göstərə bilərik. Sədinin Gülüstan və Büstan əsərləri də əsasən əxlaqi, fəlsəfi məzmunda yazılmışdır. Hafiz Şirazini deyə bilərik ki, onun qəzəlləri Şərq lirikasının zirvələrindən hesab olunur və onun Divanə Hafiz əsəri əsasən sevgi, irfan, mənəvi azadlıq mövzusunda yazılmışdır. Türk dilində, deməli, Türk klassik ədəbiyyatına böyük təsiri olmuş Əlişir Nəvaini örnək göstərə bilərik ki, Əlişir Nəvai də deməli məşhur xəmsəsini yaratmış, əsəri yaratmış və o da müəyyən bölümlərdən ibarətdir. Və Şərq ədəbiyyatında əsas janrlara, deməli müəlliflər Şərq ədəbiyyatında əsas bu janrlara müraciət eləmişdilər. Qəzəl Şərq ədəbiyyatında sevgi, gözəllik, mənəvi hisslər ifadə edən lirik şeirdir. Qəsidə də bu əsas janrlardan biri idi. Bu qəsidə tərif və ictimai mövzulu şeirlərdən ibarət idi. Rübai 4 misradan ibarət fəlsəfə və lirik şeir formasıdır. Məsnəvi uzun süjetli poemalardan ibarətdir ki, bəzi müəlliflər öz poemalarını məhz məsnəvi janrında yaratmışdı, müəyyən fikirlərini ifadə eləmək üçün. Dastan da bildiyimiz kimi qəhrəmanlıq və tarixi hadisələri əks etdirən epik əsərdir. Azərbaycan ədəbiyyatında bizim unudulmaz müəlliflərimiz istər Nizami Gəncəvi olsun, istər Məhəmməd Füzuli olsun, istər Mirzə Fətəli Axundov olsun, Molla Pənah Vaqif kimi sənətkarlar Şərq poeziyasının inkişafında mühüm rol oynamışdılar. Məhəmməd Füzulinin Leyli Məcnun əsəri Şərq məhəbbət poeziyasının ən yüksək, deməli, nümunələrindən biri sayılır. Qadın obrazları ədəbiyyata nə vaxt gəlib? Qeyd edək ki, Şərq ədəbiyyatında qadın obrazları da xüsusi yer tutur. Qadın obrazı orta əsrlərdə, belə deyək də, məsəl üçün biz Şərq ədəbiyyatında misal olaraq ərəb ədəbiyyatına misal göstərə bilərik ki, ərəb ədəbiyyatında dövrlər var ki, İslama qədər dövr, İslamdan sonra dövr, yeniləşmə dövr, orta əsrlər, Abbasilər, Əməvilər dövr, klassik dövr. Yəni demək odur ki, cahiliyyəyə qədər dövrdə ədəbiyyatda, yəni demək olar ki, qadın obrazından müsbət danışmaq mümkün deyildi. Çünki cahiliyyə dövründə qadın obrazı geridə qalmış, cahil, əzilmiş bir qadın obrazı yaranırdı. Amma İslam meydana gələndən sonra, 7-ci əsrdən sonra İslamın meydana gəlməsində bəli, ədəbiyyatda böyük bir dəyişiklik oldu. Həm didaktik, əxlaqi məsələlərdə dəyişikliklər oldu və burada janrlar yarandı və bu orta əsrdə İslamdan sonrakı dövrlərdə artıq qadın obrazları canlanmağa başladı. Qadın obrazları artıq cahil yox, artıq təkmilləşmiş, belə deyək, vətənpərvər, namuslu bir qadın obrazı yaradılmağa başladı. Ərəb müəllifi var, Əbul Əl-Muhasib
Muhassin Ət-Tanukinin onun Nişvar əl-Muhadara əsəri var. Orta əsrlərdə yaranmış əsərdir, 10 cilddən ibarət. O əsərdə o deməli möhkəm iradəli insanlar bölümü var ki, o bölümdə o bir çox deməli Azərbaycanın mərd oğulları ilə bərabər mərd qızlarını da tərənnüm etmişdi. O öz əsərlərində qeyd edir ki, deməli ərəb müəllifi var. İbn Əsam Əl-Kufinin Kitab Əl-Futuh Fətihlər kitabı əsərində qeyd edir ki, deməli Xəzər dənizinin şimal sahillərindəki Həmzən qalasını mühasirə saxladıqları zaman bu hadisə baş vermişdi. Xilafətin qoşun başçısı Mərvan ordusuna əmr etmişdi ki, Həmzən qalasına kim ilk daxil olsa ona 1000 dinar bəxşiş veriləcək və hər hansı bir qadın kənizini seçə bilər, istədiyi qadın kənizini seçə bilər. Və bu zaman bir ərəb əskəri Həmzən qalasına daxil olur, ona 1000 dinar pul verirlər və o bir kənizə yaxınlaşanda qeyd edək ki, o kəniz Azərbaycan xanımı olur. O kənizə yaxınlaşanda o kəniz dərhal həmin o Azərbaycan qadını o əskərin qılıncını götürüb onun başını kəsir və özünü qayadan atır, həlak olur. Məsələn, bu cür əsərləri adam oxuduqca heyrətə gəlir ki, həqiqətən də bir ərəb müəllifinin Azərbaycan qadınına öz əsərində bu cür yüksək keyfiyyətlə təsvir etməsi bu qürur vericidir. Bu ondan irəli gəlir ki, Şərq qadını, Azərbaycan qadını hər nə olursa olsun, hansı şəraitdə olursa olsun öz namusunu, öz namusunu, öz kimliyini unutmur, dəyərləndirir. Və biz tarixə nəzər salsaq, biz görürük ki, hər bir sərkərdədir, dövlət başçısıdır, onun arxasında güclü qadın dayanır. Qadın hökmdarlarımız Tombrisi, Şərqdə ilk diplomat qadın olan Sara Xatunu, Qaçaq Nəbinin Həcərini, Koroğlunun Nigarını və çoxlarını misal göstərə bilərik. Və biz görürük ki, hər bir bu dövlət başçısının güclü siyasətinin arxasında bu cür qadınların möhkəm iradələri, onların ağılları, düşüncələri bu hökmdarları məhz səhv yoldan ayıraraq onlara düzgün yol, müəyyən qətillərin qarşısını almağa kömək olmuşdular. Ədəbiyyat xalqın həyatına necə təsir göstərir? Tutaq ki, o obrazlar xalqın, xanımların həyatına, qadınların həyatına necə təsir göstərir? Əlbəttə ki, o obrazlar qadınların həyatına müsbət təsir göstərir. Məsəl üçün, Şərq ədəbiyyatında, xüsusilə də ərəb ədəbiyyatında orta əsrlərdə yaranmış ədəb janrı da burada müəlliflər öz əsərlərində əxlaqi keyfiyyətləri, atalar sözləri, hikmətli atalar sözlərini qeyd edirlər. Məsəl üçün, orta əsr müəllifi Tanuki öz əsərlərini ədəb janrında ona görə yazmışdır ki, yəni onun məqsədi o idi ki, insanlar artıq cahillikdən uzaq dursunlar, artıq qadınlar da görsünlər ki, əxlaq, mənəvi dəyərlər, yüksək keyfiyyətlər, bu əsərləri onlar oxuduqca və yaxud da hikmətli sözləri, İslam meydana gələndən sonra istər Quran ayələrinin, istər Məhəmməd Peyğəmbərin hədislərini öz əsərlərində təsvir edirlər ki, oxucu kütləsi örnək alsın hikmətli sözlərdən, istər qadın obrazını yaradan didaktik janrda, ədəb janrında yaranan qadın obrazından qadınlar örnək alsınlar. Və mən sizə qeyd edim ki, istər tariximizə nəzər salsaq, görürük ki, bizim həqiqətən də Şərq ədəbiyyatında, istər Şərq tarixində bizim məğrur qadınlarımız var, olub və bu əlbəttə ki, indiki nəsil üçün bu ədəbiyyatdan, tarixdən çox örnək götürmək olar. Həmçinin bizim qürur duyulası və bizlərin örnək götürüləsi
qadınlar var ki, onlar istər elmdə, istər təhsil və bir çox sahələrdə çox uğurlar qazanmışdılar. Həqiqətən də onlardan örnək götürmək həqiqətən də bu dövrdə biz onların istər-istər yaradıcılığı ilə tanış olanda görürük ki, onlar nə qədər əziyyət çəkmişlər, zəhmət çəkmişlər və həqiqətən də iz qoymuşdular. Məsəl üçün, Aida İmanquliyevanı nəzərə alaq ki, Aida İmanquliyeva şərq ədəbiyyatında, ərəb ədəbiyyatında ilk elmlər doktoru, professor olmuşdur. Nəzərinizə çatdırım ki, mənim özüm doğrudan da qürur verici bir hissdir ki, şəxsən mən Aida İmanquliyevanın çalışdığı şöbənin əməkdaşıyam. Aida İmanquliyeva o şöbənin əməkdaşı olmuş, sonra oranın şöbə müdirəsi işləmiş. Düzdür, əyani olaraq onu görmək qismət olmasa da, onun iş yoldaşları ilə indi mən çalışıram. Onlar onun həm nə qədər zəhmətkeş, həm insani, yüksək mənəvi duyğulu bir insan olduğunu bizə izah eləyirlər, qələmə verirlər. Və həmçinin də indiki dövrdə də, yəni bizim təhsildə, ədəbiyyatda, tarixdə uğur qazanmış görkəmli akademiklərimiz var ki, biz həqiqətən də onlara baxıb çox örnək götürürük. Məsəl üçün, Elmlər Akademiyasının akademik qadınları, akademik Gövhər Baxşaliyeva çalışdığımız müəssisənin rəhbəridir. Biz görürük ki, o nə qədər doktorant və dissertantlara yol açır, onların təkmilləşməsi üçün, onların yetişməsi üçün şərait yaradır. İstər akademik İradə Hüseynova, istər akademik Nərgiz Axundova, Nailə Vəlixanlı, bütün bu qadınlar həqiqətən də elmdə və təhsilin hər bir sahəsində uğur qazanmış, mənəvi yüksək keyfiyyətləri ilə fərqlənən xanımlardır. Şərq ədəbiyyatını Avropa ədəbiyyatından fərqləndirən nədir? Şərq ədəbiyyatında əsasən didaktik əsərlər, milli kimlik, əxlaq, yüksək mənəvi keyfiyyətlər ən əsas mövqedə durur. Avropa ölkələrində yaşayan deməli alimlər, istər müəlliflər, biz araşdırmalar apardıqca görürük ki, Avropa alimləri nə qədər şərq ədəbiyyatındakı əsərlərdən istifadə edirlər və onları öz dillərinə tərcümə etmişdilər. Yəni, hər halda şərq ədəbiyyatı zəngin bir ədəbiyyat. Çox sağ olun, təşəkkür edirəm maraqlı söhbət üçün. Mən təşəkkür edirəm. Bir daha görüşmək ümidi ilə ayrılırıq sizdən. Təşəkkür edirəm. Çox sağ olun, təşəkkürlər.